Güneş bürcü Boğa ve yükselen bürcü Boğa olanlar 2-8 Mart həftəsində gökyüzündə Qız bürcündə yaşanılan ay tutulmasının təsiri nəticəsilə bu həftə sevgi həyatınızda vacib qərarlar ala bilərsiniz. Flört münasibətiniz varsa netləşə bilər. Eyni zamanda keçmiş bir flörtünüzlə bu həftə ünsiyyət qura bilərsiniz. Duyğusal bir etiraf ala bilərsiniz və yaxud da bu həftə siz duyğusal bir etiraf edə bilərsiniz. Övladlarınız varsa övladlarınızla əlaqəli vacib bir qərar bu həftə ala bilərsiniz. Yaradıcı bir layihəniz bu həftə tamamlana bilər. Eyni zamanda yeni insanlarla tanış ola bilərsiniz. Davam edən bir sevgi münasibətiniz bu həftə ciddiləşə bilər və bir tərəfdən də övladlarınızla əlaqəli məsuliyyətləriniz arta bilər və yaxud da övladlarınızın gələcəyinə dair bu həftə net bir qərar ala bilərsiniz. Sosial media və ya yaxın çevrəniz vasitəsilə yeni insanlarla bu həftə tanış ola bilərsiniz və eyni zamanda gözəl fürsətlərlə qarşılaşa bilərsiniz. Bu həftə onları dəyərləndirməyə çalışın. Şəxsi maliyyə qazancınızı artıracaq fürsətlərlə bu həftə qarşılaşa bilərsiniz. Yaxın çevrənizdən bu həftə çox gözəl xəbərlər ala bilərsiniz.